Lakin Qədir gecəsi nə vaxt olur? Bunu bilmək çox mühümdür ki, bu gecədə ibadət elə bilək. Bu əzəmətli savaba nail olar. Şək yox ki, Qədir gecəsi Ramazandadır. Lakin dəqiq gün Ramazan hansı günüdür? Allah Subhanahu wa Ta'ala hikmətə əsasən gizlətdi. Dəqiq gün bilinmir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "İltemisuha fi ashr awakhir." Onu son 10 günündə axtarın. Başqa hədisdə Peyğəmbər sallallahu buyurur ki, "Fil vitri min ashr awakhir." Yəni tek gecələrində, son 10 günün tek gecələrində axtarın onu. Nə deməkdir axtarın qardaşlar? Necə axtarmaq? Yəni ibadətdə keçirdi. Bu son 10 günü ibadətdə keçirdi. Ona görə düzgün deyil bəzi müsəlmanlar hansı bir günü seçirlər. Məsələn 27-si və yaxud da 23-ü, ya 25-i, ya 29-u düzdür. Hədislər varid olub, həm 27-si, həm başqa günlər. Lakin onların müxtəlif günlərdə olmağı nəyə dəlalət edir qardaşlar? Ki, Qədir gecəsi bir yerdə dayanmır, dəyişir. Və lakin son 10 gündədir.